Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində Yaşıl Aptek tərəfdə sizin üçün yaşayışlı şəxsi bir 8 sotda belə deyim də sizə 5-6 otaqlı evlə tanış edəcəyim dostlar. Evimiz şəxsi evdir, bağlı bağçalı evdir, çox gözəl, səliqəlidir. Evin təbii ki bəzi təmir işlərinə ehtiyacı var. Bu gördüyünüz kimi üzüm çardağıdır. Yayda üçün bir şey burada üzüm çardağı olur. Bu bir taxtıdır burada, yayda oturmaq üçün bir şey. Qazımız, işığımız, suyumuz da ki Azər sudur, şirin sudur. Bu su çənidir, bu garajımızdır, o əl damıdır dostlar. Tam ətraflı sizin üçün çəkirəm. 8 sotda, bəli. 8 sotdadır değerli dostlar. Evin keçən ön tərəfini çəkim sizin üçün. Değerli dostlar, bu evlə bağın ayrılacaq qapısıdır, gördüğünüz kimi. Burada bizim garajımızdır. Yəni garaj idi əvvəl, indi belə bir sklad kimi yer ediblər. Kimsə gələcəkdə istəsə əlavə olaraq ev tikə bilər, yəni yarada bilər. Değerli dostlar, bu da bizim evimizin qabağıdır, beləcəsində navesdir. Həyətinə də ki, qabağına 3-4 maşın rahat girer. Qiymət videonun sonunda deyiləcək. Jalüz qapıdır dostlar, gördüğünüz kimi. Evimiz buradan başlayır belə. Böyük evdir dostlar. İndi inşallah keçəcəyik, evin içinə də siz tanış edəcəyik. Sayğaclar da mövcuddur. İndi keçəyin evin içinə də siz tanış edəyik. Değerli izləyicilərimiz, evimizin içərisinə keçmişik. Çox gözəl. Gördüğünüz kimi Euro stillidir proyekt. 60 kvadratlıq otaqdır, mətbəx otaq bir yerdədir dostlar. Gen bolnadır, qəşəng, genişdir. Bu ayna bəndidir, belə qapısı, giriş qapısıdır. Belə pəncərələrdir, kondisionerdir. Burada inşallah keçəyin belə bir əlavə olaraq paltar otağı deyək dostlar. Yuyulma otağıdır. Yəni paltar otağıdır. Bax burada paltar yuyulur, ütülənir, yəni belə deyim də, yəni elə bir otaqdır. Değerli dostlar, bu da mətbəxdir. Mətbəxlə gördüyünüz kimi ortalama belə stoldur. Pastayını kinolarda gördüyümüz evlərdəndir. Bu hissədə də pilləkənlə, yəni evdən qalxılır zala. Yəni əlavə olaraq bir dənə də zalı var dostlar. İşığı hardan yanır bunu? Bunun işığı yandır, hə, ay maşallah, sağ ol. Burada belə bir oturma otağıdır, televizorda seyretmek için. Değerli dostlar, indi burada da göstərici çöl kamerası için şey var. Yani kimse buradan da giriş çıxış için əlavə qapı qoyulubdur. Yine sizi yataq otaqlarına tanış edeyim dostlar. Burada bir tane belə bir geniş yataq otağıdır. Bu da buradan da böyle bir koridora girişti ve içeride böyle bir hamam tuvaletti. Maraqlıdır. Işıklar yandırın. Hem ayak yolu hem kabine yeridir. Asma tavandır. Bu hissede bir tane de böyle bir ayak yolu kimi el yumağı maraqlıdır dostlar. Çok bir şey maraqlı, renkli. Burada da böyle bir otaqdır, yataq otağı maşallah. Kameralı zatdır dostlar, gördüğünüz kimi. Burada da hamam tuvaleti var. Ay maşallah. Yataq otağında dostlar içeride bir tane hamam tuvaleti var. Böyle bu yataq otağına aittir. Maşallah. Keçən indi çok qeyri-adi proyektdir evin özü. O ikinci yataq otağıydı. Keçən bu da üçüncü yataq otağıdır. Burada da böyle bir üçüncü yataq otağıdır. Genişdir. Otaqlarımız gelinə bolunadır. Çox qəşəng genişdir. Değerli dostlar, evimizin yuxarı mərtəbəsində də əlavə olaraq o otaq var. Yəni mətbəxdir, otağıdır, hamam tuvaletidir. Yəni sadəcə orta təmirlidir. Oranı çəkəməyəcək çünki qapısı bağlıdır. Qiymət dostlar 170 bin manata deyilir.
İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.